Qapını niyə sındırırsan? Ha, bəs neyim? Gəlin piçalar, bəlkə onda açdılar. Bura bax, sen kimsen? Burada yaşıyorsan. Yox, qonaq çağırıblar məni. Bəyəm görmürsünüz? Başa düşmürəm, bu qapını niyə bağlayıblar? Ona görə ki, müharibə vaxtı onların bir zay xalçasını oğurlayıblar. Onun üçün də hər axşam əziyyət çəkirik. Gedək. Yine kapını sındırır ki. Sen git yat. Bəsdir döydün. Aç! Ben sana gündüz demiştim. Geç gelsen küçede kalacaksın. Mən sonra qalan qapısını döyürəm. Sən niyə özünü araya soğursan? O həmişə mənim üçün qapını açır. Koca Arvad bu havada sana kapı açmalıdır ha? Yaxşı adam sən elə özünü aç da, ha? Sən oradan çıxacaqsan ya, yox. Xəstə zat deyilsən ki. Çıkıp gideceğim yatmağa. Sen de ki özün bil. İstəyirsən qap küçede yat. Nə olar, küçədə də olar. Sənin də təzə penceri salacağım altıma, səhərəcən xor. Düzdür, bir bacı nəmişlidir. Sen yine təzə pencəyimi giymişsən? Ay tutdun ha. Keş görüm. Yeri. Bugün bir təşviçatsız keçinəm. Yatıp kalsan səhər sensiz gedeceğim. Rüstem. Ay Rüstem. Dur oğlum dur. Rüstem dur. Saat neçədir? 8'e qalıb. 8'e? Muradı oyadıbsınız? İsmail'e diyerem oyadar. Hele sen dur. Onu oyadın, sonra mən durarım. O olmadı ki. İsmail. Ay İsmail. Aha, oyadın? Hı. Bu təzədən yatdı ki. Udurandı. Hələ tapşırıb 8'in yarısında oyadarsan məni. Gel indi bunu dur kız görün. Şükür Allah'a, şirin yıksı var. Hayır var sen de bəsdir. Gene Hiç başladı. utanmır ha. Abalam, uşağım şirin yatıb da. Yat balama, yat. Uşağı yuxudan ocar elədi də. Allah. Zəhmət keşlərə salam. Salam. Onsuz da gecikdik də. İndi bir dəqiqə gec yatırız, əhəmiyyəti yoxdur ki. Sənə nə var ki, sənin üçün keçir də. Sabahın xeyr Əhməd də. Murat! Dağım gelip bu çeşmelerimi aparacaksan ya, yok. Yoksa elə bilirsən mən onlara qarolçu durmuşam. Əhməd dayı, sabah. Sabah. Mənə 3 manat ver də. Dünən axırıncı manatın pencəyimin cibindeydi. Bu pullar hara gedir? Papağını belə eləyirsən, görürsən qəpiyin də qalmır. Sən də şikayət eləyirsən. Neyini? Səndə keş vaxt pul olmur. Olmayan şey necə yoxa çıxa bilər, ha?
Görəsən səni hara işləməyə göndərəcəklər? Zavodların birinə. Bu tikinti idarəsi təkcə sənaye müəssisələri tikir. Yaxşı olardı ki, metallurgiya tikintici olaydı. Orada işçilərə ev verirlər. Bəs mənə nə iş verəcəksən? Hələlik fəhlə. Sonra görək də, baxarıq. Atstatım atstat, bacarır ki, bax məndə. Sənin özünə də göz qoymaq lazımdır. Çox da ki, mühəndissən. Özdə ki, maşallah, öküz kimisən. Ancaq mənsiz batarsan. Bax, bu ölsün batarsan. Yazıqsan. Rüstəm də mühəndis oldu. Aradan 5 il keçib, amma elə bir ki dünəndir. Sənə elə gəlir. Mənim hər günü yadımdadır. Neçə dəfə məni instituta çağırıblar. Orada məni hamı tanıyırdı. İnstitutda bir pişik vardı. Məni görən kimi çəkilib yol verərdi. İndi uşaqlar yaxşı pul qazanacaqlar. Murad da Allah qoysa sabah bir gün institut qutarıb mühəndis olar. Ev də alarlar inşallah. Hə? Murad? Murad evlənəcək? Otaq alacaq yer var. Peki olsun. Allah sənə şükür. Ay aldılar ha gözlə. Yaxşı ya. Sənin Muradın Allah'ın belası. Alarlar, alarlar. Amma onda gün görəcək ya, ama sonra. Murad söz verin mənə maqnitofon alsın. Sənə də bacın oğlu paltaryan maşın alıb bağışlayacaq. Kişisən, bu boyda ağlın yoxdur. Magnitofonu neyinirsən ay kişi qoca vaxtında? Lazımdır Mənsura, lazımdır. Musiqi mənim yaman xoşuma gəlir. Hə, sənə də paltaryan maşın lazımdır axı. Hə, bir də bilirsən nə var? Sənə şub alacaq. Deyəsən balam, sənin köyünə trilyat düşüb axı. Trilyat? Trilyat nədir ki, hemen söyle. Hə, nə oldu? Bilirsən, mənim təyinatımı ət kombinatına verdilər. Orada 2 soyuducu sex tikirlər. Mən elə bilirdim, sənin axın belə olacaq. Gözlə, bu sadədikdə gedərək görək nə olur da. Səni o axmaq diplomunla yaxşı ki, ət kombinatına salıblar. Çox sağ ol dedin. Nəyə görə? Ona görə ki, bizi cəmaata ayaq yolu tikməyə göndərməyiblər. Yox, mən nahar yeri sənə qoşuldum. Amma nə iş veriblər sənə? Axırda ya toreador olacaqsan, ya da ki kovboy. Olama görə hər şey yaxşı olacaq. Mən baş prorabı harda görə bilərəm? Bax, prorabların otağı oradadır. Salam. Baş prorab sizsiz? Xeyr, mən deyiləm. Onun otağı koridorun o başındadır, lap axırda. Yaxşı, bəs siz kimsiz? Kilimçi, aydındır? Gəl görüm ada. Mənə bax, qız xeylağına elə baxmaq olmaz ha, yaxşı deyil. Necə? Pişik kimi martlamışsın onu. O cür ki qıza baxdın ha, bax bu ölsün, neynəsən hamısı boşa çıxacaq. Axmaq. Ha? Böyük qardaşımsan da, canın sağ olsun. Tamam. Gel. Ətdən napil gəlmişəm. Bircə bağlıma çatırdım yanıma. Ne istiyorsunuz? Elə hiç gönderirler ha, gönderirler. Bir sorsan yok deyip bunları niye göndersen, niye? Siz orada niye durmuşsunuz? Gidin işinize. Böyle geçen mühendis Fəridən çok olacak. Bak senden soruşuram, niye gelmişsin ha? Niye? Belki etiyle gelmişsin ha? Qan iynə gəlib. Ha? O kimdir? Sen de mühendissin ha? Xeyr, Ha. mən 10-cu sinifi qutarmışam. Hələlik fəhləlik yemək istəyirəm.
Fəhləlik, elə bala, elə. Ay, yaxşı. Rüstəm Məmmədov, prorab, yaxşı. Hə, deməli belə. Adama neçə dəfə deyərlər ki, iş vaxtı içmək olmaz. Axırda qovacaqlar sizi. Cəhənnəmək, onsuz da pensiyaya çıxacağım. Pensiya. Pendir çörək güclə çatar sənə pensiyan. Elədir. Deməli, mənim qaydıma qalırsan. Nə yaxşı oğlansan. Ancaq mənə belə gəlir ki, bana söhbəti məndən eləyirsən. Mən burada sizin için nəyəm? Siz mənə arifsət tapmışsınız, ha? Hərif niyə? Məlum məsələdir ki, siz burada hörmətli adamsınız. Yaxşı da, Zəngiliyə beton göndərsinlər, hə? yox, lazım deyil. Buyur, tanış ol. Təzə prorabdır. 4-cü sahəni ona göstər. Qoy rəhbərlik eləsin. Rüstəm. Çox şadam, Rüfət. Belə bir söz var, prorab. Prorab, yəni qol, qol elə qoldur. Prorab ondan da pisdir. İndidən çətinliyə hazır olun. Biz hazırıq. Aha. Qardaşızdır. Oxşuyur. Belə də. O da bizdə işləyəcək. Bəli. Laf yaxşı. Bizdə ikinci tabelçinin yeri boşdur. İşi də lap yüngüldür. Doğrudur, az pul verirlər. Əgər ağlı başında olsa yaxşı pul qazana bilər. Yox, Düz deyirəm. bu onun işi deyil. Betonçu ya armaturçu, özü də ancaq şagirdliyə. Qardaş ha? Hardan qardaşım oldu? Mənim qardaşım ondan ağıllı olardı. Tanış olun. Dünyada ən xoşbəxtə. Zavur. Rüstəm. Çox şad. Ən gözəl qadın Elya. Biz tanış olmuşuq. Lap yaxşı. İndi gedək sizə sahəni göstərim. Şükür Allaha. Yaxşı gəldi. Rüstəm, bugündən sonra hər gün işə gedəcəksən. Bilirəm necə gedəcəksən. Necə ki instituta gedirdin ha, elə də işə gedəcəksən. Söz danışdı da. Az onda 2 gündən sonra bunu işdən qovarlar ki. Nə? Nə dedi? Deyirəm instituta girən kimi işə getsə 2 gündən sonra qovarlar. Eşitmirəm nə deyirsən. Səyaz ürəyim üzüldü ki. Uşağım üçün alma saxlamışam ha. Görüm hara qoymuşam ay bala. Baxın görüm hara qoymuşam heç bilmirəm. Ha tapdım. Balam üçün alma saxlamışam al. Nənə qurban olsun səni al bala. Ay mənim qəşəng nənə. Yenə başladılar. Ağıllı balamdır mənim ağıllı balamdır. Xətrinə dəymə. Nənə, axşam kinoya gedəcəyəm, istəyirsən sənə də Ne aparım. diyorsun ayol? Ben kinoya gidenem ha? Orada kucaklaşırlar, öpüşürler. Ben namaz kılan arvada. Bəs dünən televizora baxırdın, orada nə edirlər? Eş az danış ha. Dur radyonu aç, namazın keçir. Yemen'den küsmüsenler gece... Sabahın xeyir Davud. Sabahın xeyir Murat. Xeyr ola, ne tezden durmuşsan?
bir işmiş olmayıb ki. Yox əşi, işə gedirəm. Bəs oxumurdun? Məktəbi qurtardım da, indi də işləyirəm. Harda? Tikintidə fəhlə. Nə? Fəhlə? Və necə yəni fəhlə? Sənin canı vacan. Məktəbi qurtardın ki, ha, fəhlə işləyəsən, sən öləsən. Ağabala canı, üst sinif qurtarmışam. Aday, bu şofer işləyirəm. Belədir də. Bəs instituta girmədin? Girə bilmədim. Bura, Murat, dayan, Nədir? dayan. Bura bax, Murat. Hə. Axı, sənə bir işim düşür. Nə işdir ki? Ərzə yaza bilirsən. Yazıram, ancaq indi işə tələsirəm. Rüstəm gözləyir. Yan gəlir, Rüstəm gözlür, qoy gözləsin. Bura bax, sən mənim üçün ərzə yaz. Mən də bax, 2 manat verim sənə. Ver də. Dayan, işləyə dəymə. Ala, min maşına get də. Sən sözünü de, necə lazımdır mən özüm yazaram. Əziz rayon sovetinin sədrinə. Yaz ki, bu anda qalmış pilləkənin ucundan həyətdə yaşamaq mümkündür. Yavaş da. Bu andıra... Uşaqlarımız hər ora çıxanda yıxılıb ölürlər. Dayan. Davud, sənin axı uşağın yoxdur. Necə yəni yoxdur? Əgər uşaqlarım yoxdursa, bəs alimenti məndən nə üçün çıxırlar? Davud, bunlar axı burada olmurlar. Nə olsun ki? Nə olsun ki olmurlar? Bura bax, sən elə uşaqsan, mən qayda qanunu yaxşı bilirəm. Onlara ispravka lazımdır. İspravka var, deməli uşaqlar da var. İnanmayan da lap atasına ləm. Yaxşı. Bəlkə, Davud, bəlkə yazaq ki, uşaqlar pilləkəndən yıxılıb əzilirlər. Yox, ölürlər yaxşıdır. Qoy gəlib birəncam çəksinlər. O da bu pilləkəni də burada rədd eləsinlər də. Yaxşı, nə deyirəm ki, özün bilərsən. Davud, sən hansı pilləkəni götürmək istəyirsən? O da ayrısı var ki, bunu deyirəm də. Bəs Suğra xala hardan düşəcək? Qoca arvaddır, ildə bir dəfə aşağı düşür. Qoy o buru tərəfdən düşsün. Yox, Davud. Bax, bu olmadı. Mən belə ərzəni yaza bilmərəm. Necə yazmırsan? Yox. İki matı bəri ötür. Qulaq asla, Davud. Sən ki qayda qanunu yaxşı bilirsən. O 2 matı mənə niyə vermişdin? Mən işə gecikməyim, düzdür? Düzdür. Ya, arabana sən, bu olmaz ki ya. Şu vaxtımı itirmişəm deməli, pul da mənimdir. Yavaş. 2 matı ver görün. Sənə, qaçma. Bırak bəni. Bırak sənə görüm. Təginən mənim 2 matımı versin. Ay Davud, uşaq zat deyirsən ki. Bilirsən ki, Muratdan pul almaq çətin işdir də. Arxayın ol, maaş alanda mən səni qaytararam. Bura bax, qardaş. Verəcəksən ha. Yoxsa onun qol qabırqasını sındıraram. Gör kimə baş qoşursan, nə işin var sənin oyunda? Mən neyim? Baxmaram ki, 10-cu sinifi qutarıb. Buna bax, mənə ömrə gəlir. Əlinə keçsən səni yaman əzişdirici ya. Əgər sən yaxın dostunu müdafiə etməyi bacarmırsansa, onda bir qəpiyə də dəyməzsən. O səni tutanda mən yanında olmayacağım axı. Narahat olma, Davudla mən özüm bacarıram. Mənə bax. Dünəndən bəri yadımdan çıxır səndən soruşum. Niyə sən razı olmadın ki, məni tabelçi vəzifəsinə təyin eləsinlər? Hörməti hörmət, pul da ki pul. Sən harada istəyirsən işləyə bilərsən. Tabelçi, uşaq bağçasında müəllim. Amma Allah xatirinə, mən işlədiyim tikintidə işləmə. Hara istəyirsən səni düzəldə bilərəm. Bax, bu dəqiqə fikirləş, özün həll elə. Tikinti. Elə bil babasının tikintisidir. Əzizim, betonu elə töyməzlər. Özün tutmaz axı. Cəlab lazımdır. Deyin gətirsinlər. Deyin gətirsinlər. Siz ona fikir verməyin. Belə ündürlükdən betonu elə jolobsuz da qoymaq olar. Eşidib ki, təzə gəlmişsiniz, o da Arif özünü göstərmək istəyir. Burada bizim bir böyüyümüz var, o da baş program, vəssalam. Bir o tarafa baxın, görün betonu necə töküblər, pişmiş toyuğu gülmək tutar.
gösteriş vermişsiniz. Ha, ne olub ki? Əcəbdir. Necə yəni əcəbdir? İndi görərsiniz. Dayanın sakla! Çekil yoldan dayanın! Sakla diyorum sana! Sakla sen bana dayan! Dayan! Ne olur be? Biri elədir, biri belədir. Eşsiz biri ne eləyək? Belə beton heç bir ağırlığı saxlaya bilməz. Axı qəza ola bilər. Qəzaya bir bax. 30 ildir tikirəm. Nə müəllimim olub, nə də başımın üstündə göstəriş verənim. Heç bir qəza da baş verməyib. Odur sənə deyirəm, bu gündən sonra məndən xəbərsiz heç kəsə göstəriş vermə. Lazım deyil. Mən belə sizi axtarırdım. Sizin sahənizə turp plitələri gətiriblər. Onları bax ora, o binaya qoyublar. Ət anbarı ilə yanaşı. Gedək qəbul eləyin. Buyurun. Nə almışıq hamısı buradadır. Onlara cavabdeh sizsiz. Buyurun. Çox sağ olun. Daha gətirməyin. Prorab dedi ki, daha qoymağa yer yoxdur. Orada ne inirsən? Uzanmışam özüm üçün. Sən də çıx, yumşaq yerdir. Düş aşağı. Düş görüm. Səni Allah hardan getirdiyə bura? Taksir məndədir ki, çağırdım səni də. Özüm üçün rahatça uzanmışdım. Düş aşağı. Düş. Yeri. Nahaq sən onu öpmədin, mən yuxarıdan baxırdım. Dedim özün başa düşərsən. Ada yavaş ada, sən nə danışırsan? Dəli zad olmamısan ki, eşidən olaraq yeri görüm yeri. Bax buyursun, qızarmaqda işləri çoradın, amma zərər yoxdur. Sən onu öp, sonra mənə sağ ol deyəcəksən. Görərsən. Mən bu kitablarım hara yoxa çıxıb, ancaq kitabxanadan aldıqlarım qalır. Dərs kitablarını deyirsən Murad apardı. Dedi ki, vəsə çatdırmalıdır. Demədi kimə? Dedi, amma yadımdan çıxıb. Bu... Vallahi yadımdan çıxıb. Bu kinist? Hə, ona. Hə, bir də dedi, sən bunu bilsən çox sevinəcəksən. Murad! Ay Murad! Murat, Rüstem səni çağırır. Nə olub, niyə qışqırırsan? Mənim kitablarım hanı? Burada. Rüstem, kalk yukarı. Gel çay çek. Seylan çayını bizimki ilə qarışdırmışam, əla dəmi olur. Çox sağ ol İsmail bəy. Ana, sənə min dəfə demişəm, kitabın baraqlarını yazma. Bir bu ikiniz yaxın qoymadı. Ha, nə əsəb olmusan? İstənmə. Gəl gedək gəzməyə. Təzə pəncəyini də özünə verəcəyəm. 8-də məşqim var. Hadi. Neynək? Onda mən getdim. Hələlik.
Əla buldokdur, ha? Bulduk hardan oldu? Əsl İngilis dokudur. Cəmi 2 yaşı var. Məncə sən səhv eləyirsən. Buldoka daha çox oxşayır. Siz nə danışırsınız? Biz bir mərtəbədə yaşayırıq. Ha? Onda yəqin ki sən itin yesini də tanırsan, ha? Əlbəttə. Rüstəm gedib. Eşilmirəm ne deyirsən. Biraz yaxına gel de. Rüstəmi deyirəm gedib. Rüstem seni küçere gözləyir. Ay Murat. Ha? Buraya gel bala. O radyoyu aç. Görüm azan vaxtıdır. Namazın keçir boşuna dök. Yaxşı. Saxlaya bilməzdi 100 zəncir ilə aləm məni. Sevmişəm mən bir pəri, etmə nəsihət nasihin. Neyləyim, cəzb etməyir əsla bəni Adəm məni. Nə mənəm qəmsiz, nə qəm mənsiz. Bir an Allah, məgər xalq edibsən, incidə dünyada dərdi qəm məni. Olmasa meygün ləbim, gün üzlüm, olmaz şənliyim. Sərxoş et... Çıx bari. Anam be! Allahun Ekber. Çıx bari. Dağ çəkərdi bir səmkar olsa qəmdən qəlbimə. İncidir, ey həmnişi. Ödüblü olar ya adama salamla vermirlər. Mənə bax, qalx bura. Sənə sözüm var. Kozada gedəcəyim. Hələ deyəm, İsa onların dalıcan Volqa'da gələcək. Bu cür şəkli daş da görsə əriyər. Hələ gör nə yazmışam. Bax, mənimlə danışmaq istəmişsiniz. Ona görə də bugünə düşmüşəm. Əgər bir də dəstəyi atsa, sizə qəbrimin şəklini göndərməli olacağam. Murad, Ağlı başında olan qız o saat dəlixanaya zəng eləyər. mumla görək, prorab da olsa mənimlə belə danışmağa ixtiyarın yoxdur. Bu şəklin qabağında heç kim dayana bilməz. Görərsən. Saxla! Ha, sən necə tipsən? Sən adam kimi başa saldım ki, briqadaya gəlmişsən hamı kimi işlə. Burada sənin yerində heç kim işləməyəcək. Sən nə demək o adamsan? Hər özü şişir də. Aa, bu nə xa? Bax da. Bu bütün briqadaya yazılır. Sən əvvəllər necə işləmirsən mən bilmirəm. Beşimizə yazılan pulu aramızda atamalı kimi bölünür. Başa düşdün? Əvvəllər harda işləmişəm, Ha, əvvəllər harda işləmişsən biz yaxşı bilirik. Bugün maaş alarsan, baxar görə sənə qədər pul yazılır. Yer gedər, ha. Program onun qohumudur, nə qədər istəsə o qədər yazacaq. Sən. Hey, telekur qutardı. Uzuna bax, ha. Sən yer işlə. Mən işləyənləri də görürəm, avaranı da. Bura boşdur. Oranın yesi var. Bilirəm, mənim yerimdir. Buyur. Bugün ne yaman beğenmesen? Bak kıyametsen ki. Deyəsən arvadın səni təzədən özünə bənd eləmək istəyir. Qorxuram ki, səni məcnun eləsin. Düzdür, Zaur?
Nahaq əziyyətdir. Mənimki onsuz da məcnunluqdan keçib. O dəqiqə bilinir ki, siz ət kombinatında təzə işləyirsiniz. Burada hamı ətsiz xörək yeyir. Doğrudan? Siz benim hoşuma gelirsiniz dost. Size bakanda bu nəticəyə gəlmək olar ki, mütəxəssislərin keyfiyyəti tədricən artır. Sən deyəsən institutu çoxdan qutarıbsan. Ayşə, gəl belə şərt kəsək. Sən məndən ancaq o vaxt danışacaqsan ki, mən səndən bir söz soruşum. Yaxşı? Siz beton zavodunun telefon numarasını bilmirsiniz. 7, 15, 26. Gedim deyim 5 maşın beton göndersinler. Zavur, deyəsən kompot yadından çıxıb. Güzel. O xoşuna gəlir. Kim? Bu nereden ağlıma geldi? Yanılıram. Niye böyle fikirleşirsen ki? Bunu hiss eləmək üçün sənin ərindən bir qədər diqqətli olmaq bəsdir. Qədir, ne yaxşı şlyapan var? Yerə, sən yaxşı adamdır. Ha, ürəyini yemək, kimatını verəcəyəm. Yekə olansan, mən pul alıp çəkdim. İstəyirsən 2 manat da verim. İş pulda da öyle, iş vinimatinli olmaqdadır. Adamlar gerek birbirine vinimatinli olsun. Sen bana vinimatinli olarsa ben de sana. Düzdür. Davud, bir şey başa düşmürəm. Bu danışıq niyə lazımdır? Ana, sen benim dostumsan. Harada işləyirsən, hə? Ət kombinatında. Bir dəfə də olsun gəlib demişsən ki, Davud, köpay oğlu, sənə qalbası sas getirmişəm. Al, vur bədənə. Eləməmsən ki, iş onda da öyle, istəsəm özümdə alaram, pulum da var. Amma sən getirsən, bilərəm ki, dostum getirib. O da məni də sayırdı. Davud, sən belə şeylərdən dirxir olma. Sənin üçün saska götürüm ki, özü lap təzəsindən. Ay sağ ol. Hə. Bax, bu oldu kişi söhbəti. Qanan oğlana can qurban. İndi gətirməsən deyə ağavala can lazımdır. Ara Murad, mən sən yaşlarında bilirsən, bu məhəllədə nələr eləmişəm. Davud, bütün məhəllə bilir ki, sən mən yaşlı olanda nələr eləmişsən də. Salam Davud. Sağ məlkin 5 artıq. Murad. Hı. Ay Murad. Ha, Tez ol gel gecikelim. buradadır. Gel görüm gel gel. Geri. Axır vaxtlar evdə tapılmırsan ha. Yenə belə bəzəni bara yedirsən. O skelet şəkli yadındadır. Yadımdadır. Yəni bu dəfə də sənə kömək elədi. Bəs necə? Vay sənin halına ki, keçmirsən onun əlinə. Öyle demə, o yaxşı qızdır. Özün görərsən. Tanış eləyərsən, hə? Sonra tanış eləyərəm. Yaxşı, mən getdim. Sən də evə çox gec gəlmə, ha, bildin? Yoxsa dura bilmirsən yoxsa? Aha.
Gel görüm. Ha, bizim görey. Haralarda itip basmışsan, ha, buyur. Seymur. Beni soruşsalar, burada yoxam. Başa Otur. düşdüm, başa düşdüm. Oğlansan kız. Mecnun. Gelmişəm deyim ki, bir müddət sənə heç nə gətirə bilməyəcəyəm. Yaxşı. Bilirsən, tikintiyə təzə adamlar gəlir. Axırı pis ola bilər. Düzün deyim ki, qorxuram. Acep sözler danışırsan. Senden hiç gözlemezdim. Ne kadar pul almışsan? Unutmuşsan. Benimse yadımdadır. 12.000. Köhneyle? Yok, təzəyle. Maşın almışsan. Əcəb eləmişsən. Lap yaxşı. Elə də lazımdır. Ət nə qədər gətirmişsiniz? Bilmirsən. 6.000 manatlıq. Yox, Məcnun. Saxla. Yadımdadır. 6.000. İndi deyirsən mümkün deyil. Çıxış yolu yoxdur. Nə edək? Yana bilərik. Ne edək? Pulları qaytar yaxşılıqla ayırlaq. Sonra, axı sən niyə yanasan? Ağıllı iş görmək lazımdır. Təzə prorab. Onunla danış. Hərs olma, hər şey düzələr. Danışmışam. Ne deyir? Onda başka şey fikirlər. Mən də kömək eləyərəm. Gülməlidir. Bir adamla da bacarmırsan. Çalışmalı gətirəsən. Ümidim, bircə sabah kenara verdim. Ne olub ki? Heç. Ver. 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 Yavaş. Saxla. Saxla. Bu gün axırıncı dəfədir. Bundan sonra gecələr aparacağıq. At o zəhrimarı. At dedim sənə. Geç. Tez ol. Yoxlamısan, gözətçi yoxdur. Heç kəs yoxdur, lap arxayın ol. Bircə saat adam burada qalsa, canı çıxar.
Vəssala. Ət köpəkli olanda dilxor olurlar. Özün bilirsən mağazada yumağa yerləri yoxdur. Afar tez ol, yubanma. Sonra putyovkanı da mütləq beton zavodunda qeyd edilir. Hə? Aşağı düş. Bura bax. Axır vaxtlar yaman tez-tez görüşürük ya. Hə. Bilirsən kəpəyin altındakı nədir? Hə. Amma indi heç nə görmürsən. Elədir. Bəli. Təəssüf ki, belə qanacaqlı oğlan da o kəpəyin altına düşə bilər. Elə deyil? Əlbəttə elədir. Vallahi mən sizi satmaram. Siz kim, mən kim? Nəyimə lazımdır? Biz nə işlərsən? Düzünü deyim ki... Yox. Nə olar? Yoxlayacağım. Daha get. Yəqin indi səni qovumun axtarır. Ancaq unutmam. Ağzından bir söz qaçırsan, özündən küs. Tikintidə hər şey ola bilər. Get. Eşittiğime göre yine de içirsin. Bəli yoldaşına giyir. İçirəm. Ne içirsin? Ne oldu? Sovet sanayimiz ne bıraksa onu içirəm. Nece yani? Ne bıraksa onu içirəm. Çakır, araq, kanyak ve ilaq. Nece yani? Be illa ahır. Yani ki likör yoldaşına giyir. Bəli. Ondan alım olmaz. Vaxtilə yaxşı mühəndisidir. Bir yerdə işləmişik. Rarab kimdir? Mən Siz bilən bu adamlar nə qədər qazanır? bilmirəm. Onda mən sizə deyim. Onlar qəpik quruş qazanır. Orada sizdə 6 nəfərin əvəzinə 15 adam işləyir. İndi başa düşdünüz? İnstitutu hansı ildə bitirmisən? Bu il. Dünən müşavirədə demişəm, indi bir də təkrar edirəm. Göndərilən mütəxəssislər heç nəyə yaramır. Buyurun, buyurun. Bu da onların mühendisleri. Gülme şeker. Müessesenin komandiri adlanır. Sonra deyirlər ki, yalan falan hardan çıxır. Axı burada yalansız necə keçinmək olar? İşçini gərək dolandırasan. Adamın ürəyi bulanır. Xahiş edirəm mənimlə bu cür danışmayasınız. Yox əşi. Buyur görək, bəs nə cür danışaq səninlə? Sakit, təmkinlə, qışqırıqsız. Sən yox siz, necə ki mühəndislə. Ha, ikinci növbə haçın işə düşür? 2 həftədən sonra. Lütfen 2 həftədən sonra yoldaşına verin. Gecdir, gecdir. Obyekt noyabrın axırına qədər təhvil verilməlidir. Yaxşı, gələn həftəyə dək. Ha, yeri gəlmişkən, həmin o prorabı ikinci növbəyə təyin edin. Baş. Görək necə işləyəcək. Dili var, görək dil şeyi də var. Bax, indidən deyirəm ha. Onun sahəsinə özüm göz qoyacağım. Nəzarət edəcəyəm. Buyurun, Aha, buyurun. Mütləq. Sağ ol. Yaxşı yol. Sən ki gecə növbəsi mənə söz vermişdin. Söz vermişsin, söz vermiştin. Eşitmedin nə əmr elədi? Bir də başa düşmürəm.
Gece növbəsi sənin neyvə lazım deyil? Yoxuncadın çəkilib ya. Kimin növbəsidir? 21 manat 60 qəpik. Qol çək. Sənə nə olub? Qol çəkə bilmirsən? Ay xala, deyəsən mənə səhv yazıblar. Nə sən? Buyur, bu da prorabın qolu. Get onunla danış. Mənlik heç bir iş yoxdur. Buyur. Görüm onu. Geç. Gel görüm aşağı garip. Ay, çerdeymiş kes bir yana. Ay eclaflar, belelerinin gözlerini tökmek lazımdır. Əclaf kimdir? Ay kızım, hardan bilme yolar ki eclaf kimdir? Koyunun alnında yazılmayıp ki hardan gönderdiler. Allah size lanet eylesin, hiç böyle kızını da bıçak altına göndermiyorlar. Ay eclaflar, ay alçaklar. Onu mənə verin. Ay kızım, bu senin neyine lazımdır? Kombinattan ki çıkarabilmeyeceksen. Eybi yoxdur, verin. Al, benim neyime gerektir? Al kızım, al. Zavr, bunu qapıya bir səhər çıxart da mənim üçün. Çıxartmayacağım acıqcan. Nəyə görə acıqcan? Elə ona görə. Həmişə belə olur. Heyvanları doldurursan evə qulluğundan eləyirəm. Sənin balıqlarına kim yem verir? Mən. Pişiyin yerin kim təmizləyir? Genə də mən. Heç dəxli var, evimiz heyvanxana deyil ki. Mənim qızım sənə bax. Mən kömək elərdim sənə. Ancaq doğrusu qoyundan iyrənirəm. Gəl Rüstəmdən xahiş elə. O çıxarar. Bazar ertəsi təzə mühəndisə göz qoy. Eşidirsən? Elə ki quzunun maşına qoydu. Qaç keşişləri xəbər elə ki mühəndisin maşınında oğurluq quzu var. Aydındır? Aydındır. Ama kellen pis işlemir ha. Söz ola bilmez. Demeli canımız kurtaracak. Gəl mən sənə 30 manat borc verim. Ataya deyərsən ki, səninkidir. Bir aydan sonra qazanıb qaytararsan. Düz deyirsən? Əlbəttə. Bəs sən özün? Mən bir təhər keçinərəm. Bir aydan sonra qaytaracaqsan da. Heç səni belə bilməzdim. Yaxşı olardı ki, mənə də başqalarını yazdığın qədər yazayın, olmazdı? Yaxşı. Bu barədə lə fikirləşərəm. Buyurun, 1 kilo saska. Mənə bax, bu saçqa nəyvə lazımdır almışsan. Atan yiyəni deyil, sən də ki xoşlamırsan. Davuddan ötürü almışam. Xahiş etmişdi ki, ət kombinatından gətirib. Hamıyla dil tapmağını bacarmaq lazımdır. Dil tapmaq yox, arif olmaq lazımdır. Öyledir. Bu ki yolmayıb, xəstələnərsin, Narahat olma. Ana, 1 kilo saskayı yiyib qutardın ki. Heç yaxşı düşmədi. Bəs mən indi Davuda nə deyim? Denən ki kombinatdan saska çıxartmağa utanıram. İnanmasan mən başa salaram. Bax, tərbiyə versən mənə, Sənə, çətin. Rüstəm, Nə var?
Gece növbəsinə razı olma. Niyə? Səhərlər doyunca yatarıq da, heyf deyil. Razı olma. Niyə cet eləyirsən, Yaxşısı budur, gəl başqa tikintiyə keçək. Elə əvvəldən də fikrimiz belə idi də. Xahiş edirəm səndən Rüstəm. Bilmirəm, ət kombinatı niyə sənin zərləni tökdü? Nə deyim, Mən çörək yeməyəcəyim. Niyə? Toxam. Mənə bax ha, hara yığışmısan? Məşqə. Ha? Bəlkə mənə də aparasan, ha? Həmişə özün deyirsən ki, adam boksdan kütləşir. Sən özün necə? Bunu hələ hiss eləməmsən? Ha, bəs onda niyə məşqə getmək istəyirsən? Olan qalan ağlını itirərsən. Eybi yoxdur, mənim ömrümə çatar. Doğrudan mənim üçün gec deyil ki. Əsl vaxtındır. Get giyin. Bugün yox. Bir aydan sonra insan axşam şöbəsində imtahan başlayır. Gərək hazırlaşam. Hazırlaşasan? Ha, sən ki oxumamış alimsən. Söz danışdın da. Gedək səni ötürüm. Yol üstü avtomatdan zəng də vururam. O düdüyü görsən? O da bu da institut oxuyur. Məktəbdə ömrü boyu məndən köçürərdi. İndi isə zarafat deyil, institut tələbəsidir. Qabında bir şey O var. da heç nə bilmir, tanışlıqla girib. Ancaq sən öz gücüvə gələcəksən. Nə olsun ki? Bir il ki məndən tez qutaracaq. Adamın gərək dayısı olsun. Əlbəttə. Ancaq bilirsən Murad, o ömrü boyu hiss eləyəcək ki minnətlə girib. Bəs Amma sən- sən öz gücüvə oxumusan. Yaxşı, mən çatdım. Hələlik. Sağ ol. Salam. Bilirsən, təmiz yadımdan çıxıb sənə deməmişəm. Məni gecə növbəsinə təyin eləyiblər. Deməli sabah görüşmürük. Yox, yox, görüşəcəyik. Gecə növbəsi sabah yox, birisi gündən başlayır. Alo, alo. Deyəsən atam gəlir. Ha, yox yoldaş, siz səhv edirsiniz. Bu rahatsız deyil. Murad evdə? Evdədir. Oturub dərs oxuyur. Muraddan nə əcəb? Hə, başlayıb oxumağa. Murada ne olur? Heç nə dərs oxuyur. Ey ki azari. Ağız yox, yox, dərs oxuyur. Allah sana çok şükür. Heç nə olmayıb, var. Heç nə olmayıb. Yox. Belə Allah kerim. bir tər olub. Son zamanlar bu adam lap belə, axı bu həmişə sakit yatardı. Amma indi gecələr öz-özünə danışır. Vallahi məhtəl qalmışam. Dünənləri oyanıb, qulaq asıram deyir ki, satmaram, yox, mən satmaram. Daha nə bilim nələr, başa düşmək olmur. Evdə də özünü bir təhər aparır. Fikirləşir, başa düşmək olmur, bilmir. İndi mən nə edəcəm? Nə edəcəm mən indi ayağımı? Çıxırsan ürəyim qopdu ki. Keflidir, ayaqsa dayana bilmir. Kim? Bizim kişini deyirəm də onun boynu yerə soxur. Keflidir, ayaqsa dayana bilmir. Çıxıb dama ki mən quş uçurdacaq. İndi yıxılacaq, baş göz əsiləcək. Sənin kişi başına elə boynu yerə soxur. Ay Allah, indi mən haram daşın salmışım. Mən çıxıram, yoxdur ki onu damla satsın aşağı. Şimən! Nə olub, niyə haykü salmısan? Narahat olma, düşürdərəm sənin əribi. Ali, hop! Tam tamam. Ya, kime atır sənə dirəm? Ay, sən öləsən. Özün eləsən.
Rüstəm gəldi. Rüstəm, Murada kömək elə. Davud içib çıxıb daman. Uşağın gülü çatmaz salar yerə. Sonra qonşuların dilindən düşmərik. Rüstəm, başına dönüm ay bala. Onu salaşan. Yavaş özün yıkılarsan. Görmüşsün. Ehtiyat ol ay bala. Gel Davut. Ah belə. Yavaş usta. Evet ulan yavaş. Vay, ayda biyabır oldu. Senin başı böyle. Sen de adını kişi koysan. Ay çocuk ne güne Dağını kuyruk et saat toyandıracağım ben. Kara kuyruk gitsin beni sen onu tam görsün. Ne olur? Ne olur babala? Fantamas. Ne? Fantamas. Kim senin kişi boş? Ali. Hı. Gedirik. Getdik. Dayan. Sen özün dedin ki şənbə günü Qaşqarolçuya xəbər elə canımız qurtarsın. Bunu mən şənbə günü demişdim. İşdən qovulmaqla canını qurtarması azdır. İndi mən ayrı şey fikirləşirəm. Gören olmadı ki. Yox, arxayın ol. Ne yaxşı. İstəyirsiniz sizi aparaq? Yoxsa Zavrı gözləyirsiniz? Mən heç kimi gözləmirəm. Sen git. Sağ ol. Sağ ol. Gör gecə növbəsindən əlimizlə çıxdı. Ne olur? Onlar səhərəcən işləmək istəyirlər. Bizim üçün nə fərqi var? Onsuz da qapını bağlayıb gedəcək o sırramaya yox. Rab başımı itirmişəm. Hey, orada kim var? Aa, siz. Akşamınız xeyir. Aqibətin xeyir. Nəyə mayıbamısınız? Vibrat xarab olub, düzəldirik. Aydındır. Hə, nə fikirdəsən? Bizə kömək eləyəcəksən? O qədər pul qazanacaqsan ki, ömrün boyu bizə sağ ol deyəcəksən. Bilirsiniz, mənə çox da güvənməyin. Mən öz planlarım var. Kişinin öz planları var. Nə deyirsiniz? Yeri. Gedirəm də. Ancaq dediklərimi unutma. Dilinə dinc qoymasan özündən küs. Hey bir ucdan sökürlər. Güya burada təzə binalar olacaq. Bizim məhəllədə heç əsər qalmayıb ki. O lütfünü görürsən. Bilirsən burada nələr eləyib? Oturardı burada. Bir tapança burasında, bir tapança da burasında. Vay o demdən ki, biri buradan keçəydi, salam verməyəydi. Sən eləsən qədək canı. Bütün məhəlləni qatardı bir-birinə. O da burada o vaxtlar hörmət vardı, böyük vardı, o da kiçik vardı. İndi ora bax, əlatdan teyzar satır. Heç yadımdan çıxmaz. Bir dəfə nətdə uduzdum. O da məni məcbur elədi ki, şalvarımı çıxardım, şalbandan asım. Qədəşlərin də vaxtların olub ha. Yığışdır görək, işim gücüm var. Hadi, Eldar, oynayanın sonra bunları aparın verin bizim eve. Davud, gözümə bir tər deyirsən, bir şey olmayıb. Bilirsən Murat, məni işdən çıxardıblar.
işimi de prokurora verecekler. Bura bak, Rüstem benim yanında bir işe düzeltmez. Səni? Ha. Niyə düzəltmir? Arxayın ol. Rüstəm, Ne var? Davud sənin yanında işi düzəlmək istəyir. Çoktan şoför işləyirsən? Çoktan. Sabah iş yerine yanıma gel. Avtobazanın reisiyle danışarım. Yaxşı. Gələrəm. Sağ ol Kadir, sağ ol. Haber ver görüm ha. Kim belə qalsıq bağlayır? Akşam şəhərdə görüşərik. Mən də gəzməyə gedirəm. Hələlik. Bilirsən Rüstəm də yaxşı olandır. O mənə dünyada hamıdan əzizdir. Mənim ən yaxın dostumdur. Ən yaxın. Onu hamıdan çox istəyirəm. Hamıdan çox. Yox. Yəni onu demək istəyirəm ki, mən səni də hamıdan çox istəyirəm. Sənə olan məhəbbətim başqadır. İkiniz də dünyada mənə ən əziz adamlarsınız. Orada kimsə var. Saat neçədir? 12'ye 10 dəqiqə qalıb. Çox sağ ol. Buyurun. Daha geçti gedək. Gedək. Saati aç. Nə? Çıkart saati. İndi de sviteri çıxart. Yaxşı zarafat edirik, götür. Sen düz eləmsən. Onlar 3 nəfər olub sən tək. Sən yerinə mən də olsaydım, verərdim saati. Demək sənin də qabağını kəsəydilər. Mənim kimi eləyərdin? Deyirsən ki, 3 nəfərə baş qoşmazdın? Saata çıxarıb verərdin onlara? Yox, inanmıram. Sən saatı verməzdin. Eybi yox. Keçib gedər. Ürəyvə salma. Qızı necə?